Bismillah. Bürcülərin 20 iyuna ən real proqnozu və günün ən şanslı və gərgin bürcləri. 20 iyun üçün bürcülərin ən şok və sərt proqnozu gəldi. Bugün enerji çox dəyişkəndir, sürprizlər qatılmazdır. Qoç, gözlənilməz xəbər ala bilərsən. İş və ya şəxsi həyatda ani qərar verməli olacaqsan. Tələsmə, səhv riski var. Buğa, pul mövzusunda şans açılır, amma kiməsə çox güvənmək səni ziyana sala bilər. Əkizlər, diqqət mərkəzində olacaqsan. Sözlərin ya səni zirvəyə qaldıracaq, ya da problem yaradacaq. Xərçəng, keçmişdən biri yenidən həyatına daxil ola bilər. Duyğular qarışacaq, qərar səndən asılıdır. Şir, planların alt-üst ola bilər, amma bu dəyişiklik əslində sənin xeyrinə işləyəcək. Qız, gərgin günlərdən biridir. Xırda mübahisə böyüyə bilər. Səbirli olmasan itirən sən olacaqsan. Tərəzi, sevgi həyatında sürprizlər ola bilər. Gözləmədiyin etiraf eşidə bilərsən. Əqrəb, bugün riskli qərarlar vermə. Gizli düşmənlər aktiv ola bilər. Oxatan, şans qapıları açılır. Yeni fürsət və ya pul axını mümkündür. Oğlaq, iş həyatında ciddi dönüş nöqtəsi, bir qərarın gələcəyini dəyişə bilər. Dolça, ani səyahət və plan dəyişikliyi ola bilər. Yeni tanışlıq taleyini dəyişə bilər. Balıq, duyğuların pik həddədir. Aldanma və ya xəyal qırıqlığı riski var. Günün ən şanslı bürcü oxatan. Pul, uğur və yeni imkanlar səni gözləyir. Günün ən gərgin bürcü qız. Səbrini itirsən, münasibətlərdə ciddi problem yarada bilərsən.